Bu videonu çəkirəm restart videoma əlavə kimi özü ilə təklikdə qalıb düşüncələrin, beynin elə bil ki bıçaqdır. O kalabalıqda itilənə bilməz. Sənə mütləq sakitlik lazımdır ki, bu 86 milyard qoşunu bir yerə yığıb iti samuray qılıncı formasına gətirə biləsən. Və mən bilmədiyim şeyləri heç vaxt danışmıram və çalışıram həyatı misallarla şuurunuza bərkidim. Allah iraq eləsin, hər birimiz baletsiyaya düşürük, bizi palatada yerləşdirirlər. Biraz imkanları olanlar, tanışları olanlar deyir ki, məni fərdi palatada yerləşdirir. Bütün preparatla, müalicələrdən filəndən başqa palatada yerləşdirmək, fərdi palatada yerləşdirmək, bu səni düşüncələrinlə, özünlə təklikdə qalmağa vadar edir. Sanatoriyalarda, pansionatlarda necədir? Atam demişkən pəncərəsi dənizə baxan olsun. Təbiətə baxırsan, dalğalara baxırsan, mavi səma, dəniz, günəş və öz düşüncələrinlə özünü tarazlıq vəziyyətinə gətirirsən. İt sürət yarışmaları, ötüşləri var, it skaçkaları. Orada itləri yalnız qarşını görə biləcək bir yerə salırlar və qarşısında dovşan mulyajı qaçır. Dəmirdən dovşan heykəlidir, qaçır. İtlər də ancaq o dovşanı görür və onun arxasınca gedir. Bizim indi həyatımız bax elədir. Biz özümüzü maddi tərəfdən təmin eləmək üçün, iqtisadiyyatımızı təmin eləmək üçün bir parça çörək pulu arxasınca qaçırıq. Biz özümüzü görə bilmirik. Həyat çox sürətlənib. Analiz eləyə bilmirik. Nə baş verdi, necə baş verdi, mən nə gündəyəm, nə rejimdə yaşayıram. Başa düşürsünüz? O skaçkadan, o ayrılmış, məxsusi ayrılmış yoldan mütəmadi qırağa çıxmaq lazımdır. 20 dəqiqə, 15 dəqiqə, yarım saat ki, özün öz həyatıma baxıb, özü analiz eləyib, tarazlığa qaytara biləsən. Bu qədər.